Səhər tezdən üfüqdə ilk qızartı görünəndə adəti üzrə yuxudan oyandı. Otağın pəncərələrindən içəri işıq zolağı düşmüşdü. Bədəni ağrıdan zokquldayır, başında, qollarında, ayaqlarında sızıltı gəzirdi. Köksünü anlaşılmaz küt bir ağrı göynədirdi. Divardakı saata baxdı. 5-in yarısı idi. Deməli, vur-tut bircə saat yatmışdı. Zorla geyinib asta addımlarla həyətə çıxdı. Tərtəmiz sübh havası sanki onu yuxudan ayırdı. Kürəyini divara söykəyib bir an tərpənməz halda qaldı. Özünə gəlib acgözlüklə ciyər dolusu nəfəs aldı. Sanki bu kiçik səadətin onun əlindən alınacağından qorxurdu. Bir xeyli beləcə dayandı, sonra ayaqlarını sürüyə-sürüyə əl-üzü yanına yaxınlaşıb suyu açdı. Buz kimi soyuq su canına üşütmə saldı. Yenidən evə keçib dəsmalla qurulandı. Taqətsiz halda stola çöküb nəfəsini dərdi. Saatın əqrəbləri 5-in üstündə dayananda tələsik addımlarla evdən çıxıb kəndin yuxarı tərəfinə səmt aldı. Bacardıqca tez yeriyirdi ki, kimsəyə rast gəlməsin. Sorğu-sual, hal-əhval başlanacaqdı. Buna isə davam gətirməyə taqəti yox idi. Məhəllənin başındakı sonuncu evdə arxada qalanda arxayınlıqla nəfəs alıb addımlarını bir qədər yavaşıtdı. Son 3 ay ərzində ilk dəfə idi ki, bu qədər yolu qət edirdi. Yorulub əldən düşmüşdü, amma dincəlmək fikri yox idi. Qorxurdu ki, birdən otursa daha yerindən qalxa bilməz. Ona görə də özünü məcbur edirdi ki, mənzil başına çatanacan davam gətirə bilsin. Nəhayət, istədiyi yerə, Yarğundan rayon mərkəzinə tərəf gedən maşın yolundan xeyli aralıdakı böyük təpəyə çatanda sevinclə, ilahi, şükür sənə deyib iri bir daşın üstündə oturdu. Buradan kənd ovuc içi kimi görünürdü. Aşağıda Samur çayının ilan kimi qırılmasına, hikkəsindən daşlara çırpılaraq köpüklənib gürültü sala-sala axmasına tamaşa etmək onu əyləndirdi. Həyətlərdə vurnuxan adamlar balaca görünürdülər. Mal-qara böyürtüsü, xoruz banı, it hürüşü kəndi başına götürmüşdü. 3 yol ayrıcında kimsə dayanıb naxırın yığılmağını gözləyirdi. Diqqət kəsildi. Şahmuradı tanıdı. Bugün onun növbəsidir, deyə həsədlə fikirləşdi. Vaxtilə növbəsi çatanda o da beləcə cəmaatın mal-qarasını örüşə aparardı. Hanı o günlər, hanı o sağlamlığı. Birazdan Şahmurad da, naxır da görünməz oldu. Bayaqki səsküy, uğultu, böyürtü kəsildi, ətrafa sakitlik çökdü. Kürəyində günəşin yandırıcı şüaları gəzdikcə bundan xoşhal olurdu. İndi bütün dünyada ondan ötürü bu günəş şüalarından qiymətli heç nə yox idi. Onun xəstə, yorğun canına az da olsa hərarət yayılırdı. İyulun ortaları olmasına baxmayaraq, əyninə qalın yun köynək, onun üstündənsə sırıqlı geyinmiş, başına yun papaq qoymuşdu. Çoxdan bəri idi ki, canında üşütmə gəzirdi. Bəzən havanın qazan qaynadan vaxtında belə onu titrətmə tuturdu. Yatağa girib yorğan döşəyə bürünməyincə bu halı keçib getmirdi. Hava isti idi, nəfəs çəkməli deyildi. Günəşin hərarəti deyəsən onun üşütməsini biraz azaltdı, yavaş-yavaş canına isti keçməyə başladı. Elə bil kimsə onun kürəyində qızdırıcı gəzdirirdi. Bundan xoşallanaraq gözlərini yumub oturduğu yerdəcə mürgülədi. Camal dayı, ay Camal dayı, istidən bişdin ki. Qonşunun oğlu idi. Üzündən sağlamlıq və gənclik yağan bu pəhləvan cüssəli, qarayanız oğlanı yalın ayaqlarına baxanda canından üşütmə keçdi. Bala, sənə soyuq deyil, deyə soruşmaq istədi. Amma sözlərinin qəribliyə salınacağını düşünüb, heç nə demədən kədərlə gülümsədi. Yarəlinin günəşdən yanıb qaralmış, tunc rəngə çalan enli sinəsinə, əzələli qollarına həsədlə tamaşa etdi.
Yazda bu yerlər başdan başa bənövşələrə qərq olurdu. Adətən hər il oturduğu bu yerdən baharın ilk müjdəçiləri olan bənövşələri seyr edər, sonra isə dərməyə qıymadığından dizləri üstə çöküb onları qoxlayar, ətirlərini ciyərlərinə çəkərdi. Elə bir bahar olmurdu ki, onların görüşünə gəlməsin. Bircə bu yaz köhnə adətinə xilaf çıxmışdı. Xəstəlik onu göz açmağa qoymamışdı. Elə zəifləmiş, elə halsızlamışdı ki, evdən çölə çıxa bilməmişdi. Ürəyi üzülə-üzülə, qəlbi kədərdən sıxıla-sıxıla təbiətin bu nazlı çağını, torpağın qış yuxusundan oyanan, yerin dirçələn vaxtını görə bilmədiyinə görə yanıb yaxılsa da əlindən heç nə gəlməmişdi. Amansız qocalıq və adını bilmədiyi xəstəlik onu ev dustağı etmişdi. Uzandığı yerdən həsrət dolu baxışlarını pəncərənin o üzündən görünən, əlçatmaz arzunu xatırladan bir parça səmaya zilləyər, qəlbinə çökmüş qəm yükünü özündən uzaqlaşdırmağa çalışar, amma buna gücü çatmazdı. Sevinç, şadlıq kimi duyğular onu çoxdan tərk etmişdi. Onların rəngini, dadını unutmuşdu. Son 3 ayda ilk dəfə idi ki, evdən bayıra çıxırdı. Yazın dəm dəstgahından əsər əlamət qalmamışdı. Min cür gül çiçəyə bələnən çəmənliyin yerində ot alafdan başqa heç nə gözə dəymirdi. Qızmar günəşin yandırıcı şüalarına davam gətirə bilməyən biçənək artıq ömrünü başa vurmuşdu. Daşın üstündə oturmaqdan bezib, qurumuş otların üstünə uzandı. Günəşin xoş hərarətini hiss etmək üçün gözlərini yumdu. Birdən burnuna nə isə tanış, doğma bir qoxu dəydi. Bu qoxu ruhunu titrətdi, canına yayıldı. Mənə nə olub? Burnuma dəyən nə qoxusudur? Elə bil qəlbinin əlçatmaz köşəsindəki ən zərif bir telə toxunmuşdular. Bu qoxu onda kədər qarışıq sevinc, tonqalın son közərtisinə bənzər bir titrəyiş, itirilmiş, əldən çıxmış, bir daha geri qayıtmayacaq nə isə qiymətli bir şeyin həsrətini oyatdı. Yuxuş edici qoxu yaxınlıqdan gəlirdi. Diqqətlə ətrafına boylandı, amma heç nə görmədi. Aman Allah, burada məndən başqa kim var ki? Bəs bu qoxu hardan gəlir? Deyəsən ağlım çaşır, yoxsa məni qara basır? Deyə qıyılmış xırda, kirpiksiz gözlərini narahat halda yan-yörəsində gəzdirdi. Birdən bayaq üstündə oturduğu iri daşın altından zərif boynunu uzadaraq nazlanan bənövşəni görəndə gözlərinə inanmadı. Çiçəyini incə, zərif gövdəsi özünə yer tapa bilmədiyindən əyri-üyrü bitmişdi. Camal ehmallıca əlini bənövşəyə uzatdı. Onun yaşıl yarpağı torpağa yapışmışdı. İsti yel çiçəyi əsdirir, elə bil onunla əylənmək istəyirdi. Bənövşənin köməksiz, məlul görkəmi onu kövrəltdi, gözləri doldu. Əyilib bənövşəni qoxladı. Sanki onun gözəl ətrini, təkrarsız qoxusunu əbədilik yaddaşına həkk etmək istəyirdi. Onun vaxtsız gəlişinin mənasını başa düşməyə çalışdı. Bəlkə məndən ötürü açıb, yarama məlhəm olmaq istəyir. Bəlkə onu mənim bənövşəm göndərib. Hə, bu onun işidir. Düz dünyanın bənövşə ilə dolu olduğu vaxtda qıyıb bircə dənəsini dərməyən Camal bu dəfə əlləri əsə-əsə çiçəyi saplağından ayırdı. Onu burnuna yaxınlaşdırıb dönə-dönə qoxladı. Vallah, bənövşəm göndərib bunu mənim üçün. Yoxsa bu qızmar yay havasında bunun nə işi var? Kəndin qurtaracağında yerləşən tənha evinə çatan kimi stəkana su töküb bənövşəni onun içinə qoydu. Sonra illər yorğunu kimi taqətsiz halda çarpayısına sərildi. Neçə vaxtdan bəri yığışdırılmamış otaqlar onu məngənə kimi sıxdı. Hardasan bənövşə, deyə var gücü ilə qışqırmaq, qəlbinə dolmuş acı həsrəti özündən uzaqlaşdırmaq, ürəyindəki ağırlığı boşaltmaq istədi.
Birdən zərif qamətli, gözəl bənövşəsi gəlib gözləri qarşısında dayandı. Elə canlı idi ki, sanki onunla üz-üzə, nəfəs-nəfəsə dayanmışdı. Sonra bənövşəyə ağ gəlinlik libası geyindirdilər. O ağ libas ona necə də yaraşırdı. Aman Allah, bu ki ağ kəfəndir. Ağ kəfən də onu gözəl tuturdu. Gözəlliyi dillərdə gəzən bənövşə ölən gün kiminsə dediyi ölmüş ölüm yatağındadır gözəldir sözləri üstündən uzun illər keçsə də Camalı yandırıb cızdağını çıxarırdı. 17 yaşında evinə gəlin gətirdiyi, cəmi 10 il birgə ömür sürdüyü bənövşəsi onları yetim qoyub getdi. 27 yaşında soyuq məzara tapşırdığı bənövşə öz gəlişi ilə onun həyatına necə böyük səadət, bəxtiyarlıq gətirmişdisə, gedişi ilə də bir o qədər qəm, kədər qoymuşdu. Gözəl olduğu qədər şirin, sevimli olduğu qədər mülayim olan bu qadın onun ürəyini elə fəth etmişdi ki, ölümündən sonra belə burada başqa qadın sevgisinə, məhəbbətinə yer qalmamışdı. Qohum-əqraba onu çox dilə tutmuş, evləndirmək istəmişdi. Amma ağır təbiətli, təmkinli olan Camal bir cüt qızını Çimnazla Gülnazı ögey ana ixtiyarına vermək istəmədiyini bəhanə gətirmişdi. Onları böyüdüb ərə verəndən sonra da evlənmək söhbətinə yaxına qoymamışdı. İndi budur, qocalıq gözlənilmədən, vaxtsız vədəsiz gəlib onun qapısını döymüş, özü ilə saysız hesabsız ağrılar, acılar gətirmişdi. Qızları ona tez-tez baş çəksələr də, pal-paltarını yuyub, yeməyini hazırlasalar da, onu tənhalığın əlindən qurtarmağa gücləri çatmırdı. Sabah səhər qızlarının hər ikisi uşaqlarını da götürüb ona baş çəkəcəkdi. Keçən həftə gedəndə, bu şənbə bazar hamımız yanında olacaq, demişdilər. Axşamın qəmli kölgəsi yavaş-yavaş kəndin üstünə enəndə, Camalın pəncərəsindəki ağ işıq öləziyir, otağa qaranlıq çökürdü. Birazdan ətraf qatı zülmətə qərq oldu. Camal canında dözülməz bir ağrı hiss etdi. Ayağa qalxıb dərman axtarmağa halı yox idi. Birazdan gözlərinin üstünə sanki qara pərdə indi. Sonra elə bil çəkisizliyə düşdü. Bədəni yavaş-yavaş soyuyurdu. Əl-ayağı buza dönürdü. Var gücü ilə gözlərini açıb pəncərəyə nəzər saldı. Gecənin qaranlığında stəkanın içindəki yalqız bənövşəni güc-bəla ilə sezdi. Ürəyindən son dəfə bu zərif çiçəyi qoxlamaq, onun ətrini ciyərlərinə çəkmək, onunla vidalaşmaq arzusu keçdi. Lakin bu, ona bütöv bir ömrü yenidən yaşamaq qədər çətin göründü. Çarpayısı ilə pəncərə arasındakı 2 metrlik məsafə ona çox uzaq gəldi. Hə, vədəm yetib, getməliyəm. Amma vidalaşmadan olmaz. Uşaqlarla olmadı. Heç olmasa bənövşəmlə sonuncu dəfə görüşüm. Orada bənövşəmə onun hədiyyəsi ilə vidalaşdığını deməliyəm. Mütləq deməliyəm, dedi. Bu arzusu dəli istəyə çevrildi. Ondan cəmi 2 addımlıqda olan bu xırdaca çiçəklə son dəfə vidalaşmaq üçün yerindən dikəldi. Ayağa durub pəncərəyə necə yaxınlaşdığını, çiçəyi stəkandan götürüb yenidən yerinə necə qayıtdığını bilmədi. Bənövşəni qoxladı. Doğma, məst edici qoxu onu qəribə bir aləmə, sanki sonsuzluğa apardı. Həmişə arzusunda olduğu aləmə, illərlə ayrılığına alışa bilmədiyi bənövşənin yanına. Budur, çəmənlikdədirlər. Bənövşədən başına çələn qoymuş bənövşə ağ libasda onu gözləyir. Camal son dəfə, gəlirəm bənövşə, gəlirəm, neçə ildir gözləyirəm çağırışını. Səhər Çimnazla Gülnaz atalarını yoluxmağa gəldilər. Otağa girəndə onun yatmış olduğunu zənn elədilər. Çimnaz irəli keçib atasını öpdü.
Dodaqları onun buz kimi soyuq alnına toxunanda qıyıya çəkdi. Camal artıq gözlərini əbədi yummuşdu. Yarımçıq qalmış ovucunda bir bənövşə vardı. Solmuş bənövşə.